Dostlar salam, hər vaxtınız xeyir. Azərbaycanın hər bir bölgəsinə salam göndərirəm. Qurbətdə yaşayan qardaşlarımızı da salamlayıram. Yadınızdadırsa bu zoğal ağacı keçən il, bu ilin mart ayında, keçən il, bu ilin mart ayında onu budağını əyib, bu cürü bastırmışdım. Görürsünüz, bu budaq buradan əyib bastırmışam. Görürsünüz, o birisini də bastırmışam. Bu necə kök atıb dostlar. Görürsünüz, üstündən demək aprel, may, iyun, iyul, avqust düz 8 ay keçib. 8 ay keçməyinə baxmayaraq, baxın dostlar, kök atıb. Zoğal ağacı görürsünüz. O zoğal necə kök olub. Biraz da qazıyaq bunu. Baxın dostlar, zoğalın köklərinə baxın. Görünə qəşəng kök atıb. Ha? Yəni dostlar, zoğal ağaclarınız varsa, üzüm ağacıdır, zoğal ağacı varsa bunları əyib bastırmaq olar. Bax, qəşəng də kök vurur. Görürsünüz? Kökləri görürsünüz? Saçaq kökləri. İndi bunu çıxartmıram. Bunu inşallah növbəti yeni ilin qışında çıxartacağım. Gələn ilin qışında inşallah. Üstün torpaqlayıb qoyuram. Qoy yaxşı daha da kök atsın. Daha güclü köklənsin. Üzümü də belə eləmək olar. Üzüm ağacın. Üzümü kəsib də bastırmaq olar çubuq kimi. Yəni, bu da zoğalın kök atması.